Salam kanal izləyicilər. Sualımıza deyilir ki, Z1 və Z2 kompleks ədədləri üçün arqumentləri cəmi 7 pi bölü 12 olarsa, yada saxlayın, arqument Z1 vur Z2 şəklində verilibsə, bu zaman bizdən arqumentləri cəminin, yəni arqument Z1-in arqumenti ilə Z2-nin arqument cəmi 7 pi bölünsün 12-yə bərabərdir. Uşaqlar, gəlin biz birinci, yəni Z1-in arqumentini tapaq. Z1-in arqumenti nədir? Arktangens, xəyali hissə, yəni kökatda 3 bölünsün həqiqi hissə 1 bərabərdir alfa. Hər tərəfi tangens desək, yaranır tangens alfa bərabərdir kökatda 3-ə. Yəni alfa buradan bərabərdir pi bölünsün 3-ə. Gətiririk arqument Z1-in yerinə pi bölü 3-ü yazırıq. Yaranır pi bölünsün 3 üstə gəlinsin arqument Z2 bərabərdir 7 pi bölünsün 12. Buradan yaranır arqument Z2 bərabərdir 7 pi bölünsün 12 çıxılsın pi bölünsün 3. Arqument Z2 bərabərdir pi bölünsün 4'ə. Yəni alfamız pi böl 4'dür. Yəni Z2'nin alfası pi böl 4'dür. İndi gətirək, bax, eyni bu qaydanı Z2 üçün tətbiq edək. Bu zaman yazırıq arktangens Z2 üçün yazırıq. Xəyali hissəmiz nədir? B bölünsün A bərabərdir alfaya. Alfanın da bizə pi böl 4 olduğunu tapmışıq. Yazırıq. Hər tərəfi tangens desək, yaranır tangens alfa bərabərdir B bölünsün A'ya. Alfanın yerinə pi bölü 4'ü qoysaq, tangens pi bölünsün 4 bərabərdir B bölünsün A'ya. Tangens pi bölü 4'te nə alır? 1 alır. 1 bərabərdir B bölü A'ya. Buradan yaranır ki, B A'ya bərabərdir. Bizdən də A üstə gəlsin B bölünsün B şərsini istəyir. Getirib yerinə qoysaq, A'nın yerinə B qoysaq, yaranır B üstə gəlsin B bölünsün B. Nə olur? 2B bölünsün B. B'lər hissələ gedəndən sonra yaranır cavab 2. Düzgün cavab 2B variantı.